Qadın, yəni səbəbsiz boşanma tələb edə bilməz. Kişinin, yəni ikinci evliliyi qadın üçün səbəb deyil boşanmağa. Sizin yazdıqlarınız bir iddiadır. Qarşı tərəfi dinləmədən onu haqsızlıqda, ədalətsizlikdə ittiham eləmək də düzgün deyil. Hər iki tərəf dinlənməlidir, baxılmalıdır vəziyyətə. Həqiqən dediyiniz kimidir, yoxsa yox. Qaldı deyirsiniz ki, yəni şəriətdə qadının ərinin hər qəpiyində haqqı var. Yox, bu da belə deyil. Hər kəsin qazancı özü üçündür. Şəriətin əsli budur. Yəni qadın əgər boşanma tələb edirsə, mehri qaytarır və boşanan qadın üçün kişi məcbur deyil ev versin və ya yaşamı üçün təmin edəsin onu. Kişi baxmalıdır övladlarına, bəli. Əgər qadın boşanma tələb edirsə və sonradan başqasına ərə gedəcəksə, övladları kişiyə qaytarmalıdır. Kişi onların həyatını, yəni məsuliyyətini o daşıyacaq ondan sonra. Yəni onlara baxmaq, onları yedizdirmək, içizdirmək, keçindirmək, geyindirmək və s. Yəni yaşamını o idarə eləyəcək. Amma qaldı ki, yəni ki, dünyavi qanunlarla ondan nə isə tələb eləyib almaq, əslində kişi verməlidir özü, yəni övladlarına baxmalıdır. Baxmadıqda, imtina etdiyində, yəni başqa yol qalmasa, onda bu şeyə əl ata bilərsiniz ki, yəni aliment ödəsin və s. Yoxsa ki, yəni şəriətlə övladlar ata tərbiyə edir, onlar ata baxır. Qaldı ki, aranızda olan o iddia, yenə deyirəm, o hər iki tərəf dinlənməlidir ki, nəsə bir qərar verilsin. Əgər kişi şəriətə müvafiq evlənibsə, Allahın ona verdiyi aktdır. Ədalətsizlik eləsə, hər hansı bir tərəfə meyl eləsə, onun cəzası da Allah verəcək. Yəni necə ki, hədislərdə gəlir ki, kim bir tərəfə meyl eləsə qadınlarla, qiyamət günü gəldikdə bir tərəfə əyilmiş halda gələcək. Yəni o hədisin hökmünə düşəcək. Ona görə də ədaləti şərt qoyub Allah Taala. Ədalət o deyil ki, hamıya eyni baxmalıdır, yox. Hər kəsə ehtiyac olduğunu, yəni almalıdır, verməlidir.